Ay çok maraqlı deyir həqiqətən. Kimlər ki arzuluyur nəsə eləmək, nəsə bacarmaq, inşallah onlar çoxlu pul arzulayıram ki, qabağına pul çıxar, dəyərləndirərlər, iş sahibi olarlar. Salam, kanalıma xoş gəlmişsiniz. Bugünkü videoda sizinlə birlikdə yeni bir biznesə başlayıram və kem bağlamalarına baxırıq. Mən açmışam, bilirəm artıq içində nə var, burada da görürsünüz. Necə vəhşi şəkildə açmışam. İstəyirəm ki, bu biznesə başlamazdan öncə sizə göstərim. Bugün əslində ilk dəfə eləmək istəyirdim. Çünki artıq burada hər bir şey var. Qəliblər var, soya var. Bir dənə qab lazımdır. Qabdakı mən düşünürəm ki, hələ ki hədiyyə paketlərinə qoya bilərəm. Ona görə uzun lafın qısası gələk baxaq görüm içində nələr var. Önce bu balaca paketə baxaq, sonra böyüyünə baxarıq. Bizim birinci belə bir şam vardı. Mən şam biznesinə başlayacağım. Şam üçün rənglər qarşılayır. 24 ədəd belə müxtəlif rəngləri var və burada bir neçə rəngi qarışdırıb fərqli bir rəng əldə edə bilərəm. Mən düşünürəm ki, işimə yarayacaq. Bu arada birini açıb baxmışdım ki, içi necədir. Qiymətlə bağlı mən videonun altında, aşağı hissəsində linkləri qoyacağım. Əgər kimsə istəyirsə bu biznesə başlamaq, düşünürəm ki, həmən insan üçün də faydalı olmuş olar. Bizi belə bir soya qarşılayır və bunun həcminə baxaq görək bu nə qədərdir. Oradan işıq düşür, mən biraz gözlərim xarab oldu. Səhv eləmirəmsə 1 kilo olmalıdır, amma düz bilmirəm. Deyəsən düz bilmirəm. Bunu mən Temudan əldə eləmişəm. Bu arada sizə bir şey deyim. Temuda şam üçün qəliblər uyğun qiymətədir. Amma bu soya parafindir, belə bir şeylər bahadır. Mən bu arada parafinlə hazırlamağı düşünmürəm. Çünki soya daha təbii olur. İçərisindən də 2 dənə belə bunun idxal vaxtı çıxıb baxın, belə bir şey. 2 dənədir. Bugün birini istifadə edəcəm, görüm hələ bir mən şam hazırlaya bilirəm, ya bilmirəm. Buradan da 2 dənə qəlibimiz çıxdı və gəlin göstərim sizə. Bu kiçikdir, belə aksesuar kimi üzərinə qoymaq olar şam qəlibini. Göstər, yaxınlaşdırdım. Gül formasındadır, balacadır. Bu isə daha böyük halda. Bundan müxtəlif güllər düzəldə bilərəm. Ay da çox həyəcanlıyam. Görək, ilk dəfə hazırlayacağım. Ümid edirəm ki, bacarıram da, yaxşı çıxar. Bu belə, bunları mən kənara ayırıram. Gəlin, növbəti bağlamaya baxaq. Yine bizi belə bir gül üçün silikon qəliblər qarşılayır. Bunlar da güldür, 2 ədəd güldür. Baxın, bu nə deyirlər buna? Papatya gülüdür. Bundan 2 dənə sifariş vermişəm. Eyni qəlibdən 2 ədəd sifariş vermişəm. Bunları da kənara ayırıram və növbəti sifariş. Düşünürəm ki, gül üçün qəliblərlə yanaşı, gül üçün buket də düzəldə bilərəm şamdan. Ona görə bunu onun üçün almışam. Bu hissəsi açılıb belə, bu hissəsindən götürürsünüz. Gülün aralarına belə kağız bəzəyi kimi istifadə etmək olar. Növbəti məhsulumuz bunun içərisinə qoymuşam. İndi göstərim nədir bu. Bu hazır, baxın, bayaq dediyimiz sizə mənim hazır qablarım yoxdur şam üçün. Bunu məsələn elədim, sonra götürürüm, bunun içərisinə qoyuram. Olur mənim hədiyyəlik paketim. Gəlin bunun içərisində olan nədir, onu göstərim sizə. Bayaq özüm bağladım, görüm bağlaya bilirəmmi? Necə bir şeydir. Bunu zaten atacağım. Bu sizlərə verəcəm, mənim dəyərli müştərilərimə. Nədir? İndirim kartı düşünürəm, indirim kartı eləyim. Baxın, belə bir kartdır. Burada da deyir ki, you have a little surprise waiting for you. Sən deyir, gözləyən kiçik, deyir ki, sən kiçik sürprizlərə, Mükəmməl İngilizcəydi. Sən kiçik sürprizlərə layiqsən, səni gözləyir. Yəni gözləyir də nəsə. Gözləyən bir şey də arxa hissəsindədir. Thank you. Nə deməkdir? Teşekkürlər. Hallettim. Hallederkən də oldu. Bundan bu arada yəni çox pis iyi gəlir də. Nəysə. For your purchase. Uşaqlar. Deməli, bu purchase. Qiymət. Bunun bu hissəsinə bilirsiniz nədir? Poz qazan.
bildiniz. Başa düşdülər. Bunu burasına koyursunuz. Yazacağım bura. Ben nəsə koyacağım bura. 2 manat indirim. 1 manat indirim. Hə, koyacağım. Siz de onu götürürsünüz 10 qəpik ilə pozursunuz. Deyirsiniz, aaa! Ne var burada? Lap elə eləyəcəklər. Hə. Lütfen bunu bağlayayım. Bunu da gösterdim size. Bayaqkindən idi. İçərisində neçə ədəddir hiçbir fikrim yoktur. Next məhsul. Bombanı sona saxlamışam. Bunu sona saxlamışam. Ama Bomba deməli, indi İran'a töküləcək. Hə, hə. Bir də burada şeydə qaldı, bu termometrdir. Fix alaq zəhmət olmasa. Allah. Deməli burada on-off düyməsi var. Burada belə uzun dırnaqlar düzəltməyim. Hə, on-off elədim. Sonra buradan qoyuram qabımın içərisinə. Onun dərəcəsini ölçür. Hətta mən bayaq termometrimi də ölçdüm. Yəni mənim dərəcəm neçədir deyə. Amma səbrim çatmadı təbii ki. 33 dərəcədə götürdüm kolumun altından. İndi gəlin sizə burada nə var onu göstərim. Tada! Görürsünüz. Ayda bir də mənim ətirlərim yoxdur. Amma bilirsiniz məndə nə var? Məndə belə grili var. Və düşünürəm ki, bu yağı mən götürürəm belə qoluma vururam. 1-2 damla da vurmuşam çünki bugün. Sonra belə edirəm, buralarıma vururam. Oluram gül qoxulu. İndi gül düzəldəcəm. Gülün içərisinə bunu vuracam. Olacam mis kokulu. Bunun içərisində bizi belə bir şeylər qarşılayır. Bu 14 santimdir. Bunu bilmirəm. Deməli, bunu da hardan bildim, yanında yazdım. Deməlik. Ama minnoş da kiçikdir. Aş dəmləyən qazana oxşayır. Bu burasına su doldurursunuz. Qaynayır, foşur. Buradan da böyle götürürüm soyanı bu içine atıram. Əriyir. Sonra qalan hissələrdə növbəti videolarda da bu qədər kesit bəsdir. Hansı bloger səs effektləri də özü eləyir, görürsünüz? Qədrini bilmirlər. Bəli. Və bizi nə gözləyir burada? Bunun içərisinə bundan niyə az qoyublar onu bilmirəm. Bu fitillərdir şam üçün. Yəni göstəreyim sizlərə. Bunun qoxusu yoxdur prosta. Deməli bunun altını necə yapışdırırsınız? Götürürsünüz bunu, buna yapışdırırsınız, qoyursunuz qabın içərisinə stabil qalır. Sonra bunun içərisinə bizi belə bir şey qarşılayır. Bundan da 2 dənədir. Bunun bu hissəsindən keçirirsiniz, o da özünü sabit şəkildə tutur. Bunu açmıram çünki bu mənim işimə yaramayacaq hal-hazırda. Bunlar da yaramayacaq çünki mən hələ gül düzəldirəm. Bunu da qoyuram. Ay, çox maraqlı deyil, həqiqətən. Kimlər ki arzulayır nəsə eləmək, nəsə bacarmaq, inşallah onlar çoxlu pul arzulayıram. Ki qabağına pul çıxar, dəyərləndirərlər, iş sahibi olarlar. Bunlar nədir uşaqlar? Bunlar bilmirəm nədir. Bunlar nədir həqiqətən? Dondurmanın çubuqları göndərdi. Bu nədir? Bunun yəni nə məqsəd? Bildim. Taxta fitil. Bu taxta fitili yandıranda tırk 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 səs gəlir. Taxta fitildir bu valla. Bu taxta fitildir. Onu da YouTube'da videodan görmüştüm. Bu da Dondurma çubuğu. ay dondurma çubuğu zat deyil. Bax bilsən nədir bu? Qoyursan məsələn stəkanım var. Stəkanı qoyuram, fitili də altdan belə uzaldıram, bayaq göstərdim də. Bu qalır belə sabit edir bunu. Bu onun məqsədinəndir. Amma burada başqa şeylər də var. Bu nədir? Xahiş edirəm bunu kimsə bilirsə yazsın yorumlara. Bundan Gözü bayağı var. yaxınlaşdırım. Bundan bayağı var. Nədir bu? Yəni nə məqsədlə istifadə olunur? Kim bilirsə yazsın. Duracaqda biz də geri dönüş edək. Və bizi belə bir qaşıq qarşılayır. Bu qaşıq vasitəsilə qaşığımız nəyə lazımdır? Təbii ki soya götürmək üçün. Soyanın iyi yox olmur, hə? Deməli bu soyanı götürürsünüz, belə qaşıqlayırsınız. Eləmirsiniz. Bunu götürüb bunun içərisinə atırsınız. Səhər yeməyinə, ac Elə qarnına. bilirsiniz ki mən bunu yeyəcəm. Bəli. Uşaqlar. Belə shit zarafatlar gələn blogeri var. Ümumi nə qədər xərcim çıxıb deyim. Bir 100 manata keçib nəqdi. Çünki mən soyaya çox pul verdim buna.
Bu qaba ümumilikdə 30 neçə manat pul vermişəm bu karpaya. Bunu bilmirəm. Yazaram da ümumi. Qəliblərə də hardasa 3-4 manat civarı hərəsinə. Sonra nə var burada? Termometrə 3-4 manat vermişəm, ona da elə bir şey. Yəni da bu da bahaydı, bu da bahaydı. Nəysə də hələ ki işim bitməyib. Mən hələ hədiyyə paketləri almalıyam, loqolar çıxartmalıyam, dizayn eləməliyəm, səhifə düzəltməliyəm. Oho, işim çoxdur, amma bu başlanğıcdır və başlanğıc üçün mənim bir şam hazırlamağım üçün əlimdə hər bir şey var və eləyəcəm. Bu videonu bitirəndən sonra gedirəm şam düzəltməyə. Mən də kömək edirəm. Bəli. Uşaqlar, çox sağ olun videonu izlədiyinizə görə və bu video geri dönüş videosudur demirəm. Çünki bundan əvvəlki videoda mən geri döndüm dedim, amma mənə heç kim izləmədi. Ona görə bu video qayıdış videosudur deyirəm. Boss geri qayıtdı. Enes Batur açıqlamam. Yaxşı uşaqlar, özünüzə yaxşı baxın. Bir də neçə dəqiqədir? 12 dəqiqə gedir. Wow. Bu bir başarı. 12 dəqiqədir danışıram və sizlərə nəsə göstərirəm. Öpürəm sizləri. Temadan alış-veriş eləyin. Amma mən buradan heç nə qazanmıram. Sizlər bilməm, qazanırsınız, qazanmırsınız. Temadan nəsə qazanmaq olurmu? Əməkdaşlıq eləmirəm mən. Otur ki, özünüzə yaxşı baxın. Instagram telefon burada. Instagramdan məni izləməyi unutmayın. Sonda sizlə sağollaşıram. Sadəcə səsim düşməyib. Özünüzə yaxşı baxın. Videoya şərh yazmağı unutmayın.